qadınlar kişilərdən daha ağıllıdır, yoxsa əksinə? Tarix boyu insanlığı kişilərin idarə edilməsi, demək olar ki, bütün sahələrdə qadınlardan üstün olmağı və s. təsadüfidir, yoxsa onların daha ağıllı olduğu üçün? Bəlkə bunun əsas səbəbi fiziki gücdür, ya da qadınların yetərincə azadlığının olmamağı. Bu kəskin fərq ədəbiyyatda da özünü göstərir. Niyə Dostoyevski, Tolstoy, Hugo, Balzac, Dreiser, Dickens kimi nəhəng yazıçıların sayı hesabı olmadığı ədəbiyyatda belə qadın yazıçılar barmaqla sayılacaq qədər azdır? Niyə bəşəriyyət bir dənə də olsun Shakespeare kimi böyük qadın yazıçı yetişdirə bilməyib? Virginia Woolf Şəxsi bir otaq kitabında bu sualları bizə verir, sonra isə onlara cavab tapmağa çalışır. O deyir ki, dünyanın ən məşhur yazıçısı Shakespeare'in bacısı Shakespeare qədər yaxşı yazıçı olsa belə, yenə də qardaşı qədər tanınıb dünya şöhrəti qazana bilməzdi və bunun səbəbini obyektiv formada izah eləməyə çalışır. Müəllif 16-cı əsrdən bəri qadının cəmiyyətdəki azadlığını, sosial mövqeyini, ədəbiyyatdakı rolunu və s. araşdırır. Onların hər sahədə olduğu kimi ədəbiyyatda da geri qalmağının səbəbini tarix boyu kişilərin qadınlara yetərincə azadlıq verməməyində görür. Bu sualların hamısına cavab olaraq qadına yazmaq üçün pul və şəxsi bir otaq lazımdır deyir və bu nəticəyə necə gəldiyini izah eləyir. Sonda Virginia Woolf qadınlara belə səslənir. Sizdən xahiş edirəm. Hər növ kitablar yazın. Heç bir mövzudan çəkinməyin. Mən də ondan razılaşıb xanımlarımıza səslənirəm. Əvvəlcə təhsil alın, kitab oxuyun, maariflənin, filmə baxın, mahnıya qulaq asın, həyatdan zövq alın. Unutmayın, öncə siz, sonrası sonra. Bəs sən nə düşünürsən? Səncə?